Bir qaşıqla evdə edə biləcəyiniz asan dekor. Qaşığın arxa hissəsi lazımdır bizə. Tortu su verirsiniz, səliqəli sıvamağa ehtiyac yox. Qaşığın arxasını belə götürürsünüz. Bunu başlayırsınız fırlamağa. Qaşığın arxası ilə başlayırsınız, qaşığı yavaş-yavaş yuxarı qaldırırsınız və bax belə edirsiniz ağzını. Qaldırırsınız, yendirirsiniz, qaldırırsınız, yendirirsiniz. Və nəticədə bizdə çox gözəl belə bir nəticə alınacaq. Evdə dalğalı tort belə olur. Sonra bunun ağzını təmizləyirsiniz. Keçirik üst hissəsinə. Üst hissəsində qaşıq aşağı yuxarı eləmir. Sadəcə bir yerdə tutub əlinizi çəkirsiniz qırağa. Qaşıq əl qarşı çıxır qırağa. Az bacı bunu qardaşa demirəm, mən sağ deyirəm onu. Öyrənin. Görmə aparmayacağam ki. Az səhifəmdə hələ belə videolar bilsən nə qədər olacaq. Takib ol ki, onlar çıxanda onları görəsən. Və əziz bacım, əgər sən də tort öyrənib, evdən çıxmadan pul qazanıb, kasıbçılıqdan çıxmaq istəyirsənsə, onda səhifəmdə bu kurs nəticələri bölməsi var. Ora daxil ol. Vəssalam.